Salam dostlar, sabahınız xeyir olsun. Hər sabahlarınız inşallah xeyirli, uğurlu açılsın. Bu günləri mən də səhər-səhər durmuşam. Sizin kimi dən kofe içmək istəyirəm. Süd tökəcəm, südlə içəcəm. Yeni günə inşallah uğurla başlayaq. Hər biriniz Allah gününüzü xoş keçirsin, gününüzü açıq eləsin. Yol gedənlərin yolları açıq olsun, sağ-salamat gedib evlərinə qayıtsınlar. İnşallah. Allah hər birinizdən razı olsun. 3 gündə inşallah izləyirəm. Abunəm də artıb, rəylərim də çoxalıb. Allah hər birinizdən razı olsun. Necə ki mən sizdən razıyam, Allah da sizdən razı olsun. İnşallah kofemi içim, sonra başlayayım işimə. Markete gedirəm dostlar. Görək, ürəyim apelsin istədi, görüm marketdə olacaq. Dostlar, getdim obaya, obada olmadı. Gedirəm indi Araza. İnşallah Arazda olar. Sizin üçün bu gözəllikləri paylaşıram ki, baxasınız. Çox gözəl. Dostlar, axır ki Arazdan tapdım apelsin. Dostlar, Ağdam məscidi də görükür burada. Hər binanın qarşısında da futbol meydançası var. Uşaqlar futbol oynayırlar, günlərini, boş vaxtlarını futbol oynayırlar. Belə binaların qabağında da maraqlı kaçelilər var, orada yiyinlənirlər. Uşaqlar çox qəşəngdir. Nə qədər dostlar, bax, belə sökülüb, yarımçıq qalmış evlər var. Erməninin bilavcında yansın. Bu qədər elə evlər var. Yenə şükür bugünkü günə. Baxın dostlar, o qabaqda qarşı tərəfdə bax, o torpaq yer düzəldiblər. Neçə gündür işləyirlər orada. O ağ maşın keçən yer. Orada da 3 nömrəli məktəb olacaq, yanında 3 nömrəli bağça olacaq. Yan hissəsində, Arazın da arxa tərəfində asım xidmət olacaq. Yəni burada baxın, görürsünüz. Nə qədər dağılıb viran qalmış evlər var. 33 il cəmaət çox zülüm çəkdi, çox əziyyət çəkdilər. Yenə şükür bugünkü günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu günləri biz burada doğmuş şəhərdəyik. Burada bizim binanın qarşısıdır. Çox gözəldir, uşaqlar üçün hər bir şərait var. Burada da yine futbol meydançası var. Uşaqlar oynayır.
Yine yağış yağır. 2 gündən bir yağış yağır. Yağış yağır. Dostlar, o otların bir iyisi gəlir, bir qoxusu gəlir. Çox qəşəng.